Dünən gecə saatlarından cənub bölgəsinə yağan aramsız yağışlar Lənkəranda su basmalara səbəb olub. Demək olar ki, şəhərin əksər küçələri gördüyünüz bu vəziyyətdədir. Lənkəranda yağan yağışların nəticəsində vəziyyət bu havadır. İşə getmək olmur, marketə getmək olmur, heç yerə çıxmamaq olmur da, yəni bura. Mahalı suyun içindədir hal-hazırda. Çəkməklə gəzirlər. Həyətlər suyun içindədir hal-hazırda. Bizim əmim cinayəti dizə qədər su mümkündür həyətə düşmək. 3-4 olardı elə belənsine. Durdum gördüm ona həyət elə suyun içindədir. Su. Həyətə nasıl sel suları təqribən nə qədər olar sizdə? O düzə kimidir. Sabaha kimi bu da boy da vermir. Hələ yenə də qalxır elə su. Burada hansı küçələrdə vəziyyət kritikdir? Zərifə Əliyeva küçəsində, Nizami küçəsində bütün yollar bağlıdır. Maşın sürmək olmur. Çox çətindir vəziyyət. Keçmək olmur. Yəni Nə belədir bax bu həmin küçələrdə vəziyyət? gecə yarısından yağışlar yağandan bütün kanalizasiyalar dolu. Su basıb küçələri. Keçmək olmur.